Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne astaqal hadisi kitabullah ve hayral hadi hadi Muhammedin sallallahu aleyhi ve alihi ve sellem ve şerrel umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalâle ve kulle dalâletin finnâr. Möhtərəm zəvvarlar, möhtərəm qardaşlar, bacılar. Bu da görürsünüz ki, hər bir şeyin sonu olmuş, yəni olduğu kimi bunun da sonu oldu, bitti. Sadəcə olaraq, yəni əlbəttə ki, insan bununla bitmir, yəni həyatı. Əksinə, bununla daha bir gözəl bir qapı açıldı onun üzərinə. Ya bu onun üzərinə hüccət olacaqdı qiyamət günü ki, gəldi buranı gördü, bu mübarək torpaqları, mübarək yerləri, Allah Resulü s.ə.v-in meçisində olduq, gəldi o boyda Kəbə evin gördük, Allahın evin, ehramda oldu, sanki elə bir kəfəndə idiniz, sanki elə bil ki, bir şansdır, Allah subhanahu wa ta'ala qəbirdən sonra sizə verdi və siz günahlardan müəyyən qədər təmizləndiniz Allahın izni ilə və bu ibadət yəni elədir ki, yəni sən gələk neynəyəsən, yəni bunu qoruyasan. Əsas məsuliyyət bundan sonra üzərinə düşür. Yəni bu məsələ kiçik baxma. Yəni kiçik baxma, ölüm haqdır. Əgər bundan sonra təzdən o bilə-bilə günahlara dönərsənsə, Allah qorusun. Yəni çalış ki, özünü saxla. Sözsüz ki, Allah subhanahu wa ta'ala tövbələri qəbulləndir. Amma bu bizi arxain eləməməlidir. Və həmçində onu unutmayın ki, Allah subhanahu wa ta'ala şiddətli əzab verəndir. Bəzi insanlar deyir, Allah rəhməndir, Ər-Rahimdir, Əl-Ğafurdur, əlbəttə ki. Və həmçində Allah subhanahu wa ta'ala şiddətli əzab verəndir. Onu unutmaq lazım deyil. Və ona görə insan nə etməlidir? Həm cənnəti fikirləşməlidir, həm odu fikirləşməlidir. Ki, yalnız cənnəti fikirləşsə, onda nə olacaqdır? O arxanlaşacaqdır. Yalnız Allahın rəhmətini həmçində fikirləşməlidir ki, Allahın şiddətli əzabı var. Allah hər birimizi qorusun ondan. Və bu da əlhəmdülillah artıq möhtərəm zəvvarar, sözsüz ki, yəni necə bilirsiniz ki, burada bizi necə adlandırırlardı? Allahın qonaqları. Mən sizə deyirəm, ey Allahın qonaqları, artıq yəni hazır olduq və yaxud hazır olun, Məkkəni tərk edirik. Yəni ayrılacaq artıq. Yəni qəbirlərimiz sözsüz ki, nədir? Hüzünlə dolu halda. Bəli. Və Allahdan mən diləyirəm ki, sizə sevdiklərinizlə bir daha yenidən bura gəlməyə nəsib etsin. Yəni ruzləndirsin. Və ey qardaşlarım və bacılarım, əlvida deməyin. Əlvida deməyin. Deyin ki, inşallah yaxında görüşəcəyik. Deyin, bəli, Allahdan istəyin. Və bu sözsüz ki, biz bilmirik, Allah subhanahu ta'ala bir daha bizə nəsib edəcək, yoxsa yox. Amma biz yenə də nə etməliyik? Allah subhanahu ta'ala'dan istəməliyik. Və demirik ki, ey Rəbbim, əlvida. Deyirik ki, inşallah biz yenə də qayıdacağıq, ey Kəbə evi sənin yanına. Və biz yenə də qayıdacağıq Allahın izni ilə. Və Allah subhanahu ta'ala'dan diləyirəm ki, hər birimizə bir daha nəsib eləsin, gələk. Allah subhanahu ta'ala olmayanlara həccə nəsib eləsin. O böyük əzəmətli ibadətə gəlsinlər, yerinə yetirsinlər. Və kimin ki imkanı yoxdur, Allah onu ruzləndirsin. Kimlərin ki xəstədir, Allah onlara şəfa versin. Və Allah subhanahu ta'ala diləyirəm ki, bizim xalqımızın hansılar ki çətinlikdədir, Allah onların çətinliklərini asanlaşsın. Hansılar ki xəstədir, onlara şəfa versin. Və Allah subhanahu ta'ala ölkəmizi, ölkə başçımızı qorusun. Allah subhanahu ta'ala bütün bəlalar nələr gəlir bizim ölkəmizə, onun qarşısını alsın. Və Allah subhanahu millətimizə, xalqımıza hidayət versin. Allah subhanahu ta'ala bizi sağ-salamat öz vətənimizə çatdırsın. Və Allah subhanahu ta'ala bizim tövbələrimizi, ibadətlərimizi qəbul eləsin. Allah daha doğrusunu bilir. Subhanakallahumma bihamdik. Əşhədu ən la ilahe illə ent əstəğfiruka və etûbü ileyk.